Pagani, təmizlikçidən hiperavtomobilə gedən yol. Horacio Pagani mühəndis olmaq istərdi. Hələ 20 yaşında olanda fiberglassdan öz yarış avtomobilini düzəltdi. Amma avtomobil kömərlik tapa bilmədi. Bu səbəbdən Renault müraciət etdi. Şirkət onun nə qədər qətiyyətli olduğunu görüb ona bir mühərrik verdi. Avtomobil yarışda uğur qazanmasa da bu təcrübə Horacio tanınmaq imkanı yaratdı. Bir müddət sonra Lamborghini'dən iş təklifi aldığı bu fürsəti dəyərləndirmək üçün İtaliyaya köçdü. Amma ora çatanda təklif ləğv edildi və o geri qayıtmağa məcbur oldu. Horacio geri çəkilmədi. Şirkətdən ona istənilən iş vermələrini istədi. Nəticədə Lamborghini onu sadə bir təmizlikçi kimi işə qəbul etdi. Zamanla şirkəti yüksəldi, karbon fiber sahəsində öz bacarığını göstərdi və öz prototipini yaratdı. Daha sonra Lamborghini karbon fiber istehsalı üçün avtoklav aparatı almağı və bu texnologiyadan daha geniş istifadə etməyi təklif etdi. Lakin bu təklif qəbul olunmadı və Horacio qərar verərək vəzifəsindən istefa verdi. O kredit götürərək öz şirkətini, Pagani avtomobilini qurdu. Qısa zamanda o karbon fiber texnologiyası ilə hiperavtomobil istehsalına başladı və bu sahədə dünyanın ən tanınmış adlarından birinə çevrildi. Əgər bu video sizə maraqlı gəldisə, bir like və izlənməklə bizə motivasiya verə bilərsiniz.